Fiziki şəxsin vergi uçotuna alınması ərizəsinin tərtib edilməsi və göndərilməsi barədə video təlimat. Bu video təlimatda fiziki şəxsin onlayn qaydada vergi uçotuna alınması prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Govas portalına daxil olub giriş bölməsi seçilir. Açılan pəncərədə asan imza, Sima token, Sima imza və yaxud şəxsiyyət vəsiqəsi bölmələrindən biri seçilir. Növbəti mərhələdə açılan pəncərədən Vergi Məcəlləsinin 33.4-cü maddəsinə uyğun olaraq fiziki şəxs kimi vergi uçotuna alınmaq üçün müvafiq bölmə üzrə qeydiyyatdan keçmək düyməsi sıxılır. Açılan ərizə formasında fiziki şəxs haqqında məlumatlar avtomatik olaraq ekranda əks etdirilir. Növbəti mərhələdə fəaliyyət və vergi münasibətləri barədə informasiya bölməsi üzrə fəaliyyət zamanı vergi münasibətlərinin tənzimlənmə formalarından biri seçilir. Standart rejimə görə vergi məcəlləsinin müddəaları ilə bəndi seçilmiş formada olur. Daha sonra fəaliyyət üzrə seçim edilir. Bu zaman sahibkarlıq və ya qeyri-sahibkarlıq seçimlərindən biri və ya hər ikisi seçilə bilər. Edilmiş seçimlərə uyğun olaraq hər iki fəaliyyətə aid fəaliyyət növləri ayrı-ayrılıqda qeyd edilməlidir. Sahibkarlıq fəaliyyəti seçildikdə fəaliyyət növləri xanasında fəaliyyət növünün adı və ya kodu üzrə axtarış edilir və daha sonra ekrana çıxan nəticələr üzrə əlavə et düyməsi sıxılaraq müvafiq fəaliyyət növü əlavə olunur. Qeyd: Fəaliyyət növləri üzrə ətraflı məlumatla iqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları ilə tanış olmaq üçün linkə keçid edin sətri üzrə seçim etməklə tanış ola bilərsiniz. Bir neçə fəaliyyət kodu əlavə edildikdə standart rejimə görə birinci əlavə edilmiş fəaliyyət növü əsas fəaliyyət növü kimi qeyd olunur. Digər fəaliyyət növlərindən birini əsas fəaliyyət növü kimi qeyd etmək istədikdə müvafiq fəaliyyət növünün qarşısında seçim edilməlidir. Qeyri-sahibkarlıq fəaliyyəti seçildikdə ekranda əks olunan gəlir mənbəyi formaları üzrə müvafiq seçim edilməlidir. Daha sonra vergi mükəlləfiyyəti bölməsi üzrə seçim edilir. Standart rejimə görə sadələşdirilmiş vergi mükəlləfiyyəti seçilmiş vəziyyətdə olur. Lakin müvafiq bölmə üzrə digər mükəlləfiyyət növlərini seçmək və ya seçilmiş mükəlləfiyyət növü üzrə dəyişiklik etmək mümkündür. Vergi mükəlləfiyyəti olaraq əlavə dəyər vergisi seçildikdə fiziki şəxslərin gəlir vergisi mükəlləfiyyəti avtomatik əks olunur. Daha sonra ƏDV-nin qüvvəyə minmə tarixi xanasında müvafiq tarix qeyd edilir. Məlumat üçün, əgər qeydiyyata alınacaq fiziki şəxs tərəfindən elektron kabinetə asan imza vasitəsilə daxil olunarsa, bu zaman biznes tipli asan imza sertifikatının əldə edilməsi də mümkündür. Bunun üçün biznes tipli asan imza sertifikatı əldə etmək istəyirəm seçimi edilir və bu zaman aktivləşən istifadəçi ID-si, elektron poçt, asan imza üçün rəhbərin mobil telefonunun nömrəsi, gizli sual və gizli suala cavab xanaları üzrə zəruri məlumatlar daxil edilərək yadda saxla düyməsi sıxılır. Daha sonra növbəti düyməsi sıxılmaqla ünvan və əlaqə məlumatları bölməsinə keçid edilir. Hüquqi ünvanı adlı hissədə şəhər, rayon xanasına daxil edilmiş məlumatlar əsasında kənd, qəsəbə, poçt indeksi, küçə, ev, mənzil, ofis xanalarına müvafiq məlumatlar daxil edilir. Qeyd: Poçt indeksinin müəyyən edilməsi üçün poçt indekslərinin axtarışı üçün linkə keçid edin sətrini sıxmaqla ünvan üzrə poçt indeksini axtara bilərsiniz. Faktiki ünvan məlumatları hüquqi ünvan məlumatlarından fərqli olduqda və fiziki şəxs faktiki ünvan üzrə uçota alınmaq istədikdə hüquqi ünvanla üst-üstə düşür sətri üzrə müvafiq seçim ləğv olunaraq faktiki ünvan bölməsi üzrə müvafiq xanalara məlumatlar daxil edilir və uçota alınmaq istədiyim ünvan bölməsi üzrə faktiki ünvan seçimi edilir. Faktiki ünvan seçilən zaman aktivləşən faktiki yaşayış ünvanını təsdiq edən sənədlər bölməsi üzrə müvafiq sətirlərdən mülkiyyət hüququnu təsdiq edən sənəd, yaşayış yerindən arayış, kirayə müqaviləsindən biri seçilir. Növbəti addımda zəruri sənədi yüklə bölməsi üzrə sənəd əlavə et düyməsi sıxılır və müvafiq sənəd ərizəyə əlavə edilir. Daha sonra əlaqə məlumatları bölməsində mobil telefon nömrəsi seçilməklə müvafiq nömrə daxil edilir və yoxla düyməsi sıxılır. Növbəti addımda açılan pəncərəyə qeyd edilən telefon nömrəsinə göndərilmiş təsdiq kodu daxil edilərək təsdiqlə düyməsi sıxılır və mobil nömrə ərizəyə əlavə olunur. Digər əlaqə məlumatlarının daxil edilməsi üçün əlaqə məlumatları bölməsində müvafiq seçim edilməklə məlumatlar daxil edilir və yadda saxla düyməsi vasitəsilə ərizəyə əlavə olunur.
Qeyd əlaqə məlumatları bölməsində mobil telefon nömrəsi daxil edilməmiş digər əlaqə məlumatlarının daxil edilməsi mümkün deyil. Əlavə edilmiş əlaqə məlumatları düzəliş et düyməsi vasitəsilə dəyişdirilə, sil düyməsi vasitəsilə silinə bilər. Müvafiq məlumatlar daxil edildikdən sonra ərizənin göndərilməsi üçün ərizə məlumatları bölməsinə keçid edilir və ekranda əks olunmuş "Mən ərizədə göstərilənlərin doğruluğunu təsdiq edirəm və bütün dəyişikliklər barədə dəyişiklik baş verən gündən 40 gün müddətində uçotda olduğum vergi orqanına məlumat verməyi öhdəmə götürürəm. Xahiş edirəm, məni uçota alıb vergi ödəyicisinin eyniləşdirmə nömrəsini verəsiniz" seçimi edilir. Sonra ərizənin göndərilməsi üçün aktivləşən növbəti düyməsi qaralamada saxlanması və daha sonra göndərilməsi üçün qaralamada saxla və çıx düyməsi sıxılır. Növbəti düyməsi sıxıldıqdan sonra istifadəçinin bu əməliyyatdan imtina etmək imkanı var. İmtina düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə geri qayıdılır. Bu zaman ekranda əks olunan sil düyməsi sıxılmaqla ərizə forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər. İmzalama əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun ərizə forması və müvafiq ərizənin göndərilməsi barədə bildiriş ekranda əks olunur. Bildiriş həmin pəncərədə çap düyməsi vasitəsilə çap edilə, endir düyməsi vasitəsilə yüklənilə bilər. Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur. İstifadəçi tərəfindən göndərilən fiziki şəxsin vergi uçotuna alınması barədə müraciət ərizəsi ərizələr modulundakı göndərilənlər qovluğunda əks olunur və bu hissədə ərizənin statusu barədə məlumat qeyd edilir. Eyni zamanda bu hissədən də istifadəçi tərəfindən çap düyməsi vasitəsilə ərizə çap edilə, endir düyməsi vasitəsilə yüklənə bilər. Müvafiq ərizə əsasında sistem tərəfindən emal müddəti nəzərə alınmaqla fiziki şəxs uçota alınaraq ona fiziki şəxsin uçotu haqqında şəhadətnamə göndərilir və məktublar modulunun daxil olanlar qovluğunda əks olunur.